başlıyor de gelsin. De gelsin. De gelsin. Salam. Salam uşaqlar, necəsiniz? 2026'dan sizi salamlayırıq. Məncə 2026-ya bizimlə girmək sizin üçün çox şad bir hissdir. Arxa fonda üçüncü buradadır. Nəsə ürəyi yaxşı deyil, dilin dişləyib, boş verin. Necəsən gülüm? Yaxşıyam, sən necəsən? Mən də 2026 necə gedir? Yaxşı gedir. Yaxşı gedir. Əla. Yaxşı gedir, yaxşı gedir. Məncə yaxşı başlamışam. Yaxşı başlamayıbsa da ki, yaxşı şeylər düşünmək istəyirəm ki, yaxşı olsun. Manifest edirik. Bəli, sənin üçün Mənim üçün hələ ki stabil gedir. Hələ heç bir şey, yəni heç nə yoxdur. heç nə olmayıb hələ ki. Bəs bu həftə nələr eləmisən? Bu həftə ayında yeni evi qeyd elədik. Sonra neyləmişəm, qonaqlıqlarda olmuşam. Evdə oturam. Ondan sonra idmana getmişəm. Wow. Mən hələ ilk idmanımı eləməmişəm. Onda gəl, bərabər edirik. İnşallah görək. Görək nə olur. Məncə ayın birindən işləyirəm. Ayın Oy. ikisi işləmişəm. İşləməmişəm hələ ki ondan sonra. Amma yenə də. Hər nəysə, sənin üçün də yaxşı gedir. Hə, dünən də işləmişəm. Yaxşıdır, money da. Hə. Okey, Məsi, biz bugün nə haqqında danışacağıq? Bugün bizim üçün həm biraz təsirli, həm maraqlı, yəni dinləyicilərimiz üçün maraqlı olacağımız bir mövzu seçmişik. Məncə də onlar üçün çox maraqlı olacaq bu Bəli. mövzu. Bugünkü mövzumuz, bugünkü podkastımızın adı kimliyimizi hara formalaşdırdı. Bununla nə demək istəyirik biz indi? Bizim əslində, yəni bu, yəni aşağı yuxarı 20 yaşımız var. Bəli. Və biz İsveçə 10 yaşında gəlmişik. Və yəni ömür ilimizin yarı ili Azərbaycanda, yarı ili də İsveçdədir. bəli. Və biz necə formalaşmışıq və biz Azərbaycanda olsaydıq həmin kiməsi olardıqmı, həmənki gül olardıqmı, yoxsa fərqli olardıq? Bunu düşünmüsən? Bunu çox düşünürəm. Mən də. Mənim bu ağlımdan çıxa bilmir. Mən yatanda da, duranda da bunu Həqiqətən. Və Azərbaycanda olanda oradakı qızları görəndə, məsələn də xalam qızları. Çox fərq var. Bəzən deyirəm ki, Düşüncə ayda şey mən var. də belə olacaqdım. Mən Mən də belə ola bilərdim. yəni bax, mən bu soniki halımdan çox xoşbəxtəm. Bəli. Və hər nəysə, çox danışmayım indi. Yəni podkastımızın sualları Bəli. gəldikcə biz bunları girəcəyik. Amma mövzumuz budur. Biz harda formalaşdıq? Məncə bizə qulaq asanlar da çox belə relate edə biləcək. Bəli. Özlərini yəni də hiss edə biləcəklər ki, eyni şey. Həqiqətən. Həqiqətən. Məsələn, siz əgər Azərbaycanda böyüyüb və orada yaşamısınızsa, bir dəqiqə düşünün ki, siz Avropada böyüsəydiniz, deyək ki, elə İsveç. Sizcə eyni həmən siz olardınızmı? Yəni Məncə yox. Məncə də yox, yəni ola bilməz də. Məncə ətrafımız bizi çox dəyişdirir. Görək. Baxaq. Görək mövzularımızdan hara gələcək və həqiqətən olduğumuz fikirdə qalacaqmıyıq? Və belə başlayaq. Sənin üçün 10 yaşında Azərbaycandan köçmək, başqa bir ölkəyə köçmək nə demək idi? Əslində bir məna yox idi. Belə deyim, biz bura gələndə mənim atam bizdən öncə gəlmişdi və mən atam üçün çox darıxırdım. Və yəni mənim üçün bura gəlmək sadəcə atamla görüşmək deməkdir. Yəni bir məna daşımırdı ki, mən bir ölkəyə gedirəm, dilini bilmirəm, dostlarım dəyişir. Anlayırdım, amma qavramırdım. Yəni, dank eləmirdi də. Hə, bəs səndə necə idi? Məndə yəni mənə çatmırdı da. Yəni? Belə də okey, indi gedirəm, da nə olacaq bilmirəm, bilmədiyim ölkə. Yəni mən bunu dərk edəmirdim. Amma mən bilirəm ki, yəni bilirdim ki, gedirəm və uzun müddət gəlmirəm. Çünki nənəm deyir ki, yəni mən başımı aeroporta gedən yol başımı soxuram nənəmin qucağına və ağlamışam bütün yol boyu da. Sadəcə ağlamışam. Hə. Yox, mən onu dərk edəmirdim. Ağlamamısan? Yox, ağlamam. Mənə çatmırdı ki, mən gedirəm. Məncə mənə çatırdı, gedirəm. Mən indi şey deyirəm ki, da bəs də burada artıq 3-4 il yaşayandan sonra mənə çatdı ki, bəs mən nənəmi, babamı uzun vaxt görmürəm, görməyəcəm. Hə. Da o artıq Azərbaycandakı həyatım geridə qaldı. Bu mənim üçün təzə bir bölümdür. Mənə 3-4 il sonra şey elədim. Bəlkə biraz Mən məncə Azərbaycana gedəndə bunu belə danq elədi mənə. Mən burada olanda Azərbaycana 5 il sonra döndüm, səyahət elədim və bu 5 il müddətində mən babamı itirdim. Amma babamı itirdiyini başa düşmürdüm.
Yəni elə bildim ki, baba ordadır və getdik birinci səfər Azərbaycana və nənəgilə girdim. Yəni gözüm babamı axtarırdı. Hələ də babam divanda oturub və məni gözləyir. Və onu görəndə mən həmin günü anladım ki, baba yoxdur. Baba onda ağladım. Yəni onda artıq oradan qaydanda dangələdim ki, mən qayıdıram. Mən iki ölkəyə aidəm və ya heç hara aid deyiləm. Mən özümə heç hara aid deyiləm. Yəni başa düşdün nə demək istəyirəm və burdadır məncə. Mən onda qavradım və 10 yaşında bura köçməyin mənim üçün bir anlamı yox idi. Gedib gələndən sonra bir anlamı oldu. 15 yaşından sonra. 15. Mən də elə hardasa o vaxtlarda 14-15 yaş arasında da məndə də oldu ki, artıq mən də Azərbaycanlıyam, yoxsa buralıyam. Mən həyatımın bir hissəsini burada yaşamışam da, İsveçdə. Onda mənə dan elədi ki, mən da yoxdur da, geri dönüş yoxdur. Var prosta yəni də. Yəni o deyil də. O deyil də. Həyatımın bir hissəsini burada yaşamışam mən. Bəli. Bəs belə deyək, məktəb, dostluq, dil öyrənmək, bunlar necə idi sənin üçün? Bu proses necə oldu? Mənim üçün dil öyrənmək prosesi, yəni belə özündən gəlişdi. Mən getdiyim məktəb Xüymülə Skulan idi. İndi seçilər bilənlər bilir, yatıb orada qalanlar. Orada çoxu gəlmədi. Mən yabancılıq çəkmədim də, belə deyim. Həm türklər var idi, həm ərəblər var idi. Özümü dışlanmış kimi hiss eləmirdim və İsveç dilimin gəlişməsinə baxmayaraq məndə türk dili gəlişdi, belə deyim. Amma 3 ay uşağam deyə 3 ay, 6 ay ərzində mən İsveç dilini öyrəndim və bunun heç bir çətinliyini çəkmədim. Bəs sən? Məndə lap tam tərsi oldu. Mən İsveçlərin ortasına düşmüşdüm. Elə bir ki, bir dənə kənddə qalırdım. Məktəbə gedəndə avtobusdan 1 saat gedirdim. İsveçdə tək şey deyək də, gəlmə olan deyək də, mən və qardaşım idi. Bu qədər. Və sənin qardaşın heç gəlməyə oxşamır da. Bir də sən gəlməyə oxşayan. Belə, mən çox qəribə olur. Mən onu orada yenə də 10 yaşındaydım. Bir şey başa düşə bilmirdim də. Amma yenə də biraz qəribə hiss olunurdu. Yəni mən necə danışacağım, kommunikasiya eləyim. Daha necə danışım burdakilərlə. Çox qəribə gəlirdi. Bilmirdim. Orada dəli kimi belə o tərəfə bu tərəfə gedirdim tənəffüslərdə. Bəs dostların üçün darıxırdın Azərbaycanda? Yəni Azərbaycanda dostum var idi. Var idi. Amma belə bir şey var ki, o saniyə məncə mən onu fikirləşəmirdim. Okay. Mən fikirləşirdim. Çünki mən Azərbaycanda bir dənə məhəllədə böyümüşəm. Məhəllədə, çöldə böyüməmişəm. Yəni bizim ev, yəni yaşadığımız binada biz hər gün məhəllədə uşaqlarla görüşürdük. Və mənim uşaqlıq dostlarım var idi və hələ də var. Və yəni o uşaqlıq dostlarım üçün çox darıxırdım. Və elə yaşdaydıq ki, telefonlarımız da yox idi da. Mən də ona gələcəm. Və onu tapa bilmirdik də. Yəni danışa bilmirdik. İndiki uşaqların 5 yaşında FaceTime eləyirlər də, amma bizdə o yox idi. Mənim balaca Nokia qırmızı telefonum var idi. Mən onunla necə danışım? Mən də mamanın telefonu idi. Yox, bax mən bu telefon FaceTime olmamağına görə mən çox dostlarımı o vaxt itirdim. Yəni kontakt qura bilmirdim. Onun üçün də itdi o dostluqlar. Bəli. Buradan eşidirsinizsə outside. Sən axtarıram aparasan. Bəs səncə biz İsveçdə böyüyəndə evdə olan qaydalarla Azərbaycan mentaliteti var evimizdə. Yəni analarımız, atalarımız, indi bu söhbətə girməyəcəm ki, atalarımız ağdamlıdır, amma nə isə. Yəni evdə olanla çöldə olan sinif uşaqları olanlar necə təsir elədi sənə? Məncə belə bir şey var ki, böyüyürsənsə də evdə tam olaraq fərqli mentalitetdir, çöldə daha fərqli mentalitetdir. Sən evdə yaşadıqlarını çöldə yaşayan, yəni çöldə gördüyün insanların həyatına ki, relate edə bilmirsən. Onlar fərqli bir dünyadadır. Bəzən elə şeylər deyirlər ki, sən ağzını açıb, yəni oturub, siz nə edirsiniz, siz nə yaşayırsınız deyəsin gəlir də, yəni. Məncə Avropada böyüyən və burada yaşayan ailələrin çoxunun problemidir bu. Ailələr uşaqları anlamır, uşaqlar da ailələri anlamır. Çünki çöldə məsələn uşaq deyir ki, mən 6-cı gün ailəmlə, nə bilim, gedirəm Xizəyə. Amma məsələn burada yaşayan, burada təzə, yəni heç nədən bir ailə, yəni həyatda qalmaq üçün bir ailə üçün bu belə mümkünsüz bir şeydir ki, hər həftə Xizəyə getmək və bu uşaq bunu qəbullanmayınca
ailəyə o qədər də marağı olmur, nə bilim nə. Onda da biraz problemlər yaranır. Bu bizim başqa bir podkastımızda mövzumuz ola bilər. Bəli. Yəni bu gün buna girməyəcəm çünki çox dərin bir mövzudur. Lakin belə deyim, mənim ailəm mənə qarşı çox sərt olmayıbdı. Məncə mən bunda biraz tez böyümüşəm. Bura köçməyiz məni tez böyütdü. Mən çox şey öyrəndim. Yəni daha elə bil ki, özünə güvən artır, özün elə bil ki, hər şeyi həll eləməlisən. Sənin üstündə press olur ki, mən bunu həll eləməliyəm, yəni, öz başıma həll eləməliyəm. Məsələn, məktəbdə uşaqlar məsələn riyaziyyat dərsini həll eləyəcəklər, amma onlar gedib valideynlərinə kömək ala bilərdi. Amma biz ala bilmirik. Niyə? Çünki onlar mənim valideynlərim seçdiyimdə bilmirdi. Və mənə kömək eləyə bilməyəcəkdi. Və yaxud da ki, mən məsələn indi seçli dostum yoxdur. Niyə? Çünki biz 9-cu sinifdə uşaqlar deyir ki, hə, 5-ci gün gedək kluba. Gedək içək. Mən ora gedirəm. Atam deyəcək ki, hara gedirsən, gəl bura. Başa düşdün? Hə. Yəni bu o deyil də, yəni alınmayacaq bir şeylər və bu mənim məsələn dostluqlar qurmamda çox. Saat 6-dır. Hardasan? Məsələn, mənim mamam deyir ki, papadan tez evdə olmasan. Hə. Bəlkə də papa məni axtarmır. Yatırır papa. Dədə yatıb orada. Mama deyir, dədə səni axtarır. Harda evə gəlirəm, dədə heç evdə yoxdur. Başa düşdün nə demək istəyirəm? Yəni o sərbəstlik, buradakı, yəni əslində bir tərəfdən də bu bizim Azərbaycanlılığımızdır da. Bunu yaddan çıxarıb. Adət və ənənəmizdir. Bəli. Amma bu məncə bizə təsir eləməyibdi. Amma məncə burada yaşayan çox Avropada böyüyən çox gəncə məncə çox üstünlüklə qız uşaqlarına çox böyük təsirlər olubdu. Yəni mən həmişə belə fikirləşməyə çalışıram ki, mən Azərbaycanlıyam. Mən bunu itirməməliyəm. Azərbaycanlı olduğum üçün də belə okey, hər şey hə deyirəm. Hə, amma bunu eləməyən çox cavan var, çox uşaq var və bəlkə də bizim valideynlərimiz çox sərt olmayıb bizə yumşalıbdı. Bəlkə papa sərt olub, mama yumşaq olub. Bunu belə düzüb qoşmuşuq. Amma məncə çox cavan var, bundan çox əziyyət çəkir. Məncə bunu başqa bir podkastımızda mütləq danışaq. Məncə də danışaq, çünki çox dərin mövzudur. Bəli, ona görə bu mövzuya girmək istəmirəm. Daha sonra bəs özünü hara hiss edirsən? Mövzumuz. Özümü hara hiss edirəm? Haralıyam mən? Hara aidsən? Hara aidim? Mən demək istəyirəm ki, mən Azərbaycana aidam, amma həqiqətdə bu belə deyil. Niyə? Çünki mən Azərbaycana gedəndə məni çox belə Avropalı kimi görürlər. İsveçə gələndə də məni çox Azərbaycanlı kimi görürlər. Mən bunu saniyə havada Boşluq deyim. Yəni bir dənə o samolyotda uçanda özümə şey edirəm. Mən olduğum yerdəyəm. Tam olaraq eləyəm. Biz təyyarəyə aidik. Wow! Yox, mən heç özümə təyyar. Əslində bilmirəm. Mən o aeroportda. Mən heç aeroporta da aid deyil. Aeroportda bütün şeylər yaşanır da beynimdə. Mən də özümə heç yerə aid hiss eləmirəm. Çünki Azərbaycanlılar üçün bizim fikirləşmək, düşüncə tərzimiz çox fərqlidir. Bura üçün də çox fərqlidir. Mən İsveçli heç deyiləm. Yəni İsveçli dostumuz yoxdur bizim. Mənim yoxdur. 10 ildir burada yaşayırıq. Bunu kimə desək bizə gülər. Yəni amma həqiqətən məncə sadəcə biz deyilik. Hamıdır. Gəlmələrin çoxu deyək də belə. Bəli. Amma belə deyim, 80% Azərbaycanlı, 20% İsveçliyəm. Bunu necə? İndi bizə başa sonra 20% hardan gəlir? 20% hardan gəlir? Yəni özümü orada yaşayanlarla müqayisə elədiyimdə yaranır bu. 80% niyə Azərbaycanlıyam? Çünki yəni mən Azərbaycanlıyam da. Mən Ağdamlıyam da. Ağdam. Yenə başladım. Yaxşı, başa düşdüm. Yox, bəs Ağdamlı. Yox. Mənim beynimdə, məncə bizim böyüdülmə şəklimizdən asılıdır bu. Məsələn, bəzi ailələr var ki, İsveçdə yaşayırlar. Uşaqlarını sırf İsveçli kimi böyüdürlər. Düzdür. Məncə bunu Azərbaycan mentalitetinə aidəm. Mən bunlara qarşıyam. Mən də qarşıyam. Mən buna çox səhv baxıram. Mən də çox. Amma bəzi ailələrdə də var ki, uşaqlar İsveçdə yaşayır, amma İsveç qanunu qəbul eləmir. Mən onlara da qarşıyam. Mən də razı deyiləm onlara. Yəni məncə balans tapmaq lazımdır. Məncə də balans tapmaq lazımdır. Bəli, bu çox çətin bir məsələdir. Amma belə də qəbullamaq, bəzi şeylərə göz yummaq lazımdır. Yumşamaq lazımdır da. Yəni sən özün bu qərarı verib
Azərbaycandan Yəni. Yəni biraz da hazır ol. Bəli. Düşüncə tərzini dəyişdir. Bəli. Bəli, bəziləri var bura gəlib, ay Avropa belə, ay Avropa elə. Niyə Avropadasan? Burada nəyin nazı sənin bala? Nə işin var sənin burada? Mənim ağzımı nə açırsan? Gözlərə girməyək. Yəni özümüzü biz harda hiss edirik deyəndə. Yəni Qəlbimdə məsələn, Azərbaycanlı, beynimdə qarışıq. amma məsələn mən aeroportda təyyarədəyəm və Azərbaycana gedirəm. Mən səni istəyirəm oynayacaq. Bax, içimdə qıpır kəpənəklər uçuşur. Dəniz, isti, günəş, nə bilim nə. Oy. Amma yəni bir tərəfdən də bu var da, probka. Hər kəsin mənə bir kommenti. Saat 9-da evdə ol. Ay axşam vaxtı qızın çöldə nə işi var? Ay yubqam belə qısa. Ay bu belə. Mən təyyarədə olanda geri dönüşüm fikirləşim ki, mən geri dönəcəm. Mən istəmirəm hələ ki. Amma belə bir şey var ki, mən ilk dəfə sevinç göz yaşlarımı Azərbaycanda o təyyarədən düşəndə yaşamışam. Bəli. Yəni o qədər də O yaxşı hissi bizə hiss bir edirəm. danış. O hiss necə oldu? Belə təyyarədən addımımı atdım. Baxıram belə o aeroportda belə yuxarıda durub gözləyirlər. Səni bilirsən oranı. Hə, bilirəm. Elə əl sallayır. Gözün axtarır. Harda oldular? Harda sonra görürəm orada belə qaçıram çölə, qaçıram sonra nənəm, babamı görəndə özümü tutamıram da gəlir, gülürəm, ağlayıram. Ətrafımdakı hamıdan mənə baxır ki, bu qız dəlidir, nə yaşayır? Amma ya elə də yaxşı bir hissdir. O qədər də Azərbaycanı hiss edirəm özümü. Amma qaydan başı var. Tıncıxmısan hər şeydən. Hər şey üstünə və deyirsən ki, ay Allah, gedim evə, saçımı başımı yum, uzanım krafatıma və sakitçilik istəyirəm. Bir də o hiss var. Onu səhər tezdən öldürürsən. Rahat geyinirsən. Bir də o hiss var. Yəni çox yaxşıdır, deyilmi? Sakitçilik istəyirsən. Yəni hər ikisi üçün də darıxıram və sadəcə bir boşluqdur. Yəni bunu sözlə necə başa salasan, nə danışasan bilmirsən. Depressiyaya girdim bəs. Çox dərin mövzular oldu ya bunlar. Amma bunu danışmaq məqsədimiz, yəni siz də bizim kimisinizsə, tək deyilsiniz. Yəni Amma və son sual. Səncə sən Azərbaycanda böyüsəydin, Gülü 19 yaş Azərbaycan harda qalardın səncə? mama ki. Yox, belə Bakıda harda? Yasamalda da. Yasamal və Gülnisə. Necəsən? Necə görsən həyat? Gözünü yum və xəyal elə. Gözlüyümü sənə. Düşündüm. Aha. Necəsən? Hardasan? Bu gün sənlə əlaqəm yoxdur. Yəni. Məncə yenə dediyim kimi məni İsveç öz ayaqlarının üstündə durmağa. Bəs necəsən də? Necəyəm? Evimdə oturub səni TikTok-a baxıram. Məsələn, mən özümdən danışım. Mən bunu çox düşünmüşəm. Məncə bu qədər sərbəst danışan biri deyiləm. Yəni. Hər fikrimi deyən biri deyiləm. Çünki mən səhv düzəm. Məncə biraz daha bastırılırsan. Bəli. Səsini çıxartmamağı öyrənirsən. Bəli. Məsələn, indi mən deyirəm, 3 işdə işləyirəm. 100 saat heç bir işdə işləmirəm. Yəni evdə oturmuşam da onu deyirəm də, evdə oturmuşam TikTok-a bax. Və yox, bax bu, yəni demirəm ki, Azərbaycanda qalan bütün qızlar belədir. Yox, deyil. Xeyr. Sadəcə mən belə olardım məncə. Yəni. Və demirəm hamı belədir. Mən məsələn xalam qızı bu dəqiqə işdə işləyir və yəni 16 yaş var məsələn. Mən demirəm Azərbaycanda bütün qalan qızlar belədir. Xahiş edirəm səhv başa düşməyin. Yəni. Mən belə olardım məncə. Məncə. Rahat istədiyimi geyinə bilməzdim. Amma onu da bilirsən ki, Azərbaycanda bizdə qabaqdadır. Azərbaycan biz kəndliyik. Həqiqətən. Bu da başqa bir mövzu olsun. Həqiqətən. Çünki bir Azərbaycandan məncə sən nədir problem? Bizim valideynlərimiz bura gələndə Azərbaycan onların beynində 2015-dir. Orada qalıb ha. Oradan davamı yoxdur. Və irəli getməyi də qəbullanmırlar. Bəli. Çünki oradan çıxanda evə görüblər. Bəli. Aha. Bütün problem valideynlərdir. Yox, zarafat bir yana, heç ora aid deyilik. Yəni. Və yarı-yarıyıq. Amma bu da bir məncə üstünlükdür. Çünki hər iki tərəfdən baxa bilərik. Bəli, üstünlük kimdə görmək olar? Yəni məsələn bizdən sonra gələcək nəsil, məsələn bizim uşaqlarımız bunların yaxşılıqlarını görəcəklər. Çünki biz onlara çox yumşaq davranışın deyib onları döyürük hər gün.
Yəni, amma yəni gələcək nəsil üçün bunlar məncə rahatlaşdırıcı bir mövzu ola bilər. Amma bu səni biz içimizə o boşluğu hiss edirik. Sadəcə odur. Biz nə edə bilərik? Hamının Bizə fikir verin. Nə edək biz? Dərdimizi kimə deyək? Instagramda storyimizə qoyarıq, cavab verin. Bəli, bizim dərdimizə dərman olun. Bəli. Bugünkü bölümümüzün sonuna çatdıq. Aha, mən arzu edirəm ki, siz Bizi anlamısınız. yəni mən səni qruzdayam yəni. İnşallah bizi anlamısınız. Dərdimizə ortaqsınız. Əgər valideynlər də bunu qulaq asırsa, xahiş edirik uşaqlarınızın Rəylərinizi bildirin və uşaqlarınızın üstünə düşməyin. Anlayışla davranın. Halo. Okay. Təşəkkürlər bizə qulaq asdığınız üçün. Sizi öpürük. Yaxşı ki varsınız. Bye bye. Hadi oyun başlıyor. De gelsin. De gelsin.